Kanalın yeməkləri, seçdikləri. Mənim Mənim necə bir seçdiyim şeydir. Mənə nə? musakka. Bilmirəm ki, bunun adı nədir? Musakka da eggplant musakka. Salamlar, 3 uşaqlarla tətildə vloqumun 5-ci hissəsinə xoş gəlmisiniz. Bununla da Dubai vloqumu yekunlaşdırıram. Bu vloqlarıma baxanlardan mənə bir rəy gəlmişdi. Bizə Dubai'nin görünməyən üzünü göstərdiniz. Burayı oxuyanda çox gülmüşdüm. Sizin də fikrinizi almaq istəyirəm. Növbəti dəfə hansı ölkənin görünməyən üzünü sizə göstərək. Hansı ölkələr sizin üçün maraqlı gəlir? İnşallah ki, sağlıq, salamatlıq olsun. Allah qismət etsin növbəti il dostlarımızla Avropanın bir neçə ölkəsini gəzmək istəyirik. Avropa ölkələrindən Türkiyə və İngiltərədə olmuşam. Amma digər Aralıq dənizi ölkələrini də gəzmək istəyirəm. Gedirik. Sonra metro kart ya da ki avtobus kartı almağa. Hələ ki gedək. Yemək tapaq, görək nə tapırıq. Burada mən məsələmişim. Çox şey yeyə bilmirəm. Ona görə fast food yerləri axtarırıq. Əziyyatı falan az olsun. Bura Hindistan, Pakistanlılar üçün daha yaxşıdır. Onların ağız dadına uyğun yeməklər daha çoxdur burada. Hara gəlsən? Subway'dən çıxdıq. Qəribə bir il var idi içəridə. Xoşumuza gəlmədi. Gedirik qabaqda biraz axtaraq görək. Amma o Subway'dən qabaq idi dediyi şeylər. Ağzımız tutacaq. Yəqin o Asiya mətbəxini falan yazmışdı ya. Asian cuisine. Araf dedi. Ama demiyor ki var yerim. Görək nə var burada. Hələ ki axtarışdayıq. Elə bir şey yox bizdə. Burada nəsə var. Bu nədir? Available. Otelin yaxınlığında 4-5 məkana baxdıq. Hər birindən qəribə ədviyyat qoxusu gəlirdi. Ona görə yemək yeyə bilmədik. Dondurmalarımızı aldıq, suyumuzu aldıq. Gedirik indi. Bunları yiyək. Yemək istəydik. Mən xoşuma gəlmədi heç yer. Ona görə gedirik dondurma yeməyə. Dayandılar. Getdik. Burada gedirik. Bizim Dada Qorqud parkımızda yeməyə. Əslində bugünü tamamilə fərqli planlamışdım. Dubaidə getmək istədiyim bəzi yerlər var idi. Mədinət Cümeyra, qədim Dubai şəhəri, orada fərqli görünüşlü Starbucks-ı sizin üçün çəkmək istəyirdim. Təəssüf ki, alınmadı. Mədinə ilə Süleyman bugün day to day getdilər. Biz də həmin vaxtı biraz oteldə istirahət etdik. Bu arada sizə belə bir şey deyim. Əgər ilk dəfə ölkə xaricinə çıxırsınızsa və büdcəniz azdırsa, Dubaya gəlməyiniz o qədər də məsləhətli deyil. Çünki gəldikdən sonra gözünüz qorxa bilər. İlk dəfə səfər edəcəklərə Türkiyə və Gürcüstanı məsləhət görürəm. İstanbul və Tiflis şəhəri Dubaya baxmış çox münasibdir. Hətta Tiflisə qatarla belə gedə bilərsiniz. Gedirik Süleymanla Mədinənin yanına. Gedirik sonra görək hara gedirik. Yəqin ki, bir yer taparıq bugün də gəzməyə. Bana məzənizi püskürdü. Bugün də Dubai Mall'da çox qəşəng bir yerə gedəcəyik. This taxi for Mayko. Şu anda alınca apar bizi başka yere. Birinci zəfərdir Dubai Mall'a gəlir. Təzə dəyişmiş yer. Əvvəl kondisioner ustasıymış. İndi bərbərliyimizin başımızda öyrənir. Görə inşallah düzəldə düşünürüz. Bura Dubai Mall'un digər giriş hissəsidir. İlk vlogumda buraları heç çəkməmişdim. Dubai Mall o qədər böyükdür ki, gəzsən də bitmir. Başlarına belə yetişdirlər. İyilər qarşıdır. Gedirik Chinatown'a. Görək nə olur. Ruski'den. Böyle Chinatown var. Он сразу что-то дал, я
Bu yox, Chinatown bahalı. Molun genişliyini bu taksilərdən hiss edə bilərsiniz. Hər mərtəbədə belə bir neçə maşın var. Yorulan insanları taksi o tərəf bu tərəfə gəzdirir. Yadınıza gəlirsə ilk vloqumda sizin üçün Chinatown-u uzaqdan çəkmişdim. Bugünsə qərar verdik ki, ora gedək və axşam yeməyimizi də oradakı restoranların birində yeyək. Dubai Mall'un içərisində balaca bir Çin şəhərciyi ediblər. O qədər rəngarəng, o qədər gözəl idi ki, buraları çox bəyəndik. Çinin süni düzəldilmiş şəhərciyi belə gözəldirsə, görün Çin nə qədər gözəldir. Qismət olar bir gün Çinin də görünməyən üzünü sizə göstərərəm. Təcrübələrimə əsasən deyə bilərəm ki, Dubayda safari turuna mütləq gedin. Miracle Garden-a uşaqlarınızla gedə bilərsiniz. Kişilərə maraqsız gələ bilər. Global Village çox əyləncəlidir. Üç xəlifə və fontanlar buranın simvoludur. Gələcək muzeyinə gedə bilərsiniz. Ora bileti həftələr öncə almalısınız. Çünki biz orada getmək istəyirdik, amma bilet tapa bilmədik. Gedə bilmədiyimiz yerlərdən Old Dubai, Madinat Jumeirah və Aya muzeyi. Oralar da çox gözəl görünür. Dubaya gəlmişkən bir günlük Abu Dhabi turu da edin. Chinatown-da gəldik, bu restoranı tapdıq. Məkan olaraq bura bizə təmiz, səliqəli və çox xoş göründü. Bundan öncə 1-2 yerə baxdıq, ürəyimizə yatmamışdı. Bu yüzdə güzel. Bundan bağlısın. Nə sifariş eləmsən, göstər. Tural özü üçün dəniz məhsullarından bir şorba götürdü. Heç nə. Sən də bunu yemək istəyirdin, olmadı. Ac qalmamaq üçün bildiyim şey yemək istəyirdim, amma yox idi. Hara getdin? Mənnənin məsləhəti ilə nudul götürüb Turalla bir yerdə yedik. Sizə mənə xəbərim yoxdur. Nə yeyirsən? Mən California Maki. Bu nədir? O hardan tapdın yenə Əndrabadi şeyləri? Nə, sushi pushidir, nədir o? Ha, var. Rəngi zad yox baxın. Ama ondan deyil, Ecvayla. O qarışıq idi. Bir dənə görüm, qəşəng olsun. Pendirdir bu, nədir bu? Mənə maraqlı şey yaxşı. Təqdimatları qəşəngdir. Thank you. Onu da verərdin yərdə. Hə? Səndən deyiləm, qardaşına. Bir dənəsi də var idi bundan. Xoş olsun. Öyrənmək lazım. Teknologiya. Allah, mən biabır eləməyəcəm. Ha, elə da. I'm from China. Thank you. Əlaqə seri saxlı 5 qoy. Mədinə xanım, zəhmət olmasa nudul haqqında fikrin. Belə də, yəni ac idi deyə yedik. Amma başqa mən bundan da daha dadlı yemişəm. Bəlkə də daha yaxşı yer axtarsaydı, daha dadlı bir nudul yeyərdik. Amma buna da çıxır. Bəs sushi? Sushi birinin dadına baxdım. Sinema çox bəyəndim. Mən fikrim ki, amma yenə də o deyil. Amma onu da nəzərə alaq ki, mən sushi sevən birisi deyiləm. Təşəkkürlər. Tural bəy, zəhmət olmasa fikrinizi alaq. Çöplərlə yeməyi öyrənmişəm. Gördüm ki, həqiqətən çox rahat imiş. Çəngəllə götürə bilmədiyin kiçik düyünü belə rahat götürmür. Düyüdən də balaca şeylər. İndi mən təzəyəm, amma ondan belə götürə bilirəm artıq. Sup necə idi dadı? Hə, sup yaxşı idi. Sup yedim, dəniz məhsullarından. Pis deyildi, belə normal.
Noodle deyəndəki ərişdədir. Ərişdə də pis deyildi, yaxşı. Mənim də noodle ilk dəfə idi yeyirdim, amma belə də çox da belə sevmədiyim bir şeydi. Pis deyildi, yaxşı idi. Geldi. Mami. Hayat. Duyğun sevdiyi pandalar. Chinatown'un ən bəyəndiyim hissəsi isə buraydı. Bu rəngli plakatlar mənə uşaqlığımda baxdığım cizgi filmləri, animasiya filmlərində olan küçələri xatırlatdı. Bu restoran da kənardan baxdıqda çox gözəl görünürdü. Sizin üçün də çəkmək istədim. Dubai Mall'da bəzi mağazalarda artıq yeni il abu-havası hiss olunurdu. Bugün ikinci gün idi, mallda o qədər də adam yox idi. Düşünün ki, biz 5-ci gün axşam bura gəlmişdik, orada bunun 5 qatı insan var idi. Belə taksilərin mallın içində gəzmək bəlkə də yaxşı bir fikir ola bilər. Amma mağazalara baxaraq gəzən insanlara siqnal verməsi heç xoş hal deyildi. Apple mağazası isə insanla dolu idi. Mallun bu mərtəbəsində də göz oxşayan restoranlar var idi. Sonra gəldik Dubai Mall'un food court hissəsinə. Buradan mənim üçün passion fruit bubble tea götürdük. Thank you. Have a great day. İlk vloguma baxanlara buralar tanış gələcək. Burada çeşid çoxdur, istədiyiniz növ mətbəxdən yemək götürə bilərsiniz. Həmçinin desert və maraqlı içkilər. Mən bunun Azərbaycanda mango və çiyələklisini içmişdim, xoşuma gəlmişdi. Ümumiyyətlə jelibon və jele tipli şeyləri sevdiyim üçün bu da xoşuma gəldi. Yoldaşlarımız Çin mətbəxində doymadığı üçün gəldilər KFC-dən də yedilər. Toy kamerası. Buranın gözəlliyini ümid edirəm ki, sizə ötürə bilmişəm. Burj Xəlifə və Emarın tikdiyi binalar çox gözəldilər. İlk vlogumda çəkdiyim Fantanın mahnısını daha çox bəyənmişdim, nəinki indi çəkdiyimi. Amma yenə də sizinlə tezləşdirilmiş şəkildə bölüşəcəyəm. Bugünkü istirahətimiz də bitir. Sabah qaydırıq inşallah. Nə eləmişik bu günləri? Bu günləri yemək yemişik. Çin restoranında noodlesun dadına baxdıq. Sonra getdik Fantanda video çəkdik. Başqa nə elədik?
Adamlar Heç nə. bir Gəldik. de KFC'de falan Hə, bir də otur. Prosta belə bir də pasiv istirahət etdik. Bəli. Bugünümüz belə keçib yəni. Sizə də məsləhətimiz, gəlin bura. En azından bir dəfə nəysə burada yoxlayın, görün. Ən azından həyat şirkətində olsa insan bura gəlməz. Ümumiyyətlə 20'li 30'lu yaşlar bir də yaşamayacaq. Bu yaşda olmayacaq. Buna görə yaşamaq lazımdır həyatı. Sabah bilinmir nə olacaq. Hər şey ola bilər, nə Özdə qədər. şəhər olaraq da çox gözəl şəhərdir. Çox. Məkan olaraq, yəni insan zövq alır. Niyə də yox? Çox gözəldir. Elə gözəl hər şey belə. İnsan özünü nağıllar aləmində hiss edir. Ümumiyyətlə hər yerdə. Nəinki Miracle Garden-da, digər məkanlarda, həmçinin də Dubai Mall-un özündə də. Çox qəşəngdir. Mütləq gəlin. Lütfən. Thank you, thank you. Yoldaşlarımızın dediyinə görə Chinatown tərəfdə bir çıxış var. Taksini həmin çıxışdan sifariş etdikdə daha ucuza başa gəlir. İndi də sizə oranı göstərəcəyəm. Əgər Dubai Mall-a gəlsəz, taksi ilə getməli olsaz, həmin çıxışdan çıxarsınız. Yadınıza gəlirsə, bundan öncəki vloqumda Mədinə ilə biz Miracle Garden-a getmişdik. O ərəfədə də Tural'la Süleyman Dubai Mall-a gəlmişdilər. Buradan taksi çağırmağın sərfəli olduğunu da həmin gün öyrənmişdilər. We don't use in my country. All the driver use. Bill? Çok Yeah. nahaq. Only driver. Only In driver. Pakistan, and only driver use. Only driver. Because we are brothers. Yeah, same. Yeah. Ben deyirəm bu da tərs. Bilir hərdanı? Hə, dedim. Necə qoymuyor. Bir saniyə nəticədə Azərbaycan sözləri demək 10 dəqiqə çəkir. Ben soruştum, o da Bəsən elə? hə, dedi qəssam. Şarjı bitir yoxsa şarja? Şarja ehtiyac var. Mədinə xanım sönüb. Şarjı bitib. Bəli. Qaldığımız yer şarja, gerilik qoyaq özümüzü şarja. Xan açılıb tutub Dubai'da. Bura gəlir evli də Dubai'da. Sonra Cəmaət konsert verir ayda. Biz isə hələ nə edirik? Çimili çayda. Ezanın təzə şeirlərini, Ezanın davamçıları. qızım niyə ezan davamsız gecələr Bir də oxuyur? mən deyim, bundan nə iyi gəlir, uyda. Ay sağ ol. O idən bizə bəlkə də var fayda. Taksidə oturmuşuq, iyidən ölürük. Bura çox isti olduğuna görə. Başqa əlacımız yox, ona görə Taksidə gülürük. qaş. Bütün tərliyib. Gəl pəncərədə. Pəncərəni də açmışıq ki, boğulmayaq. O biri taksilərini deyəcəz. Ay sağ ol. Amma yenə də gəlir. Sırtılıyla başa düşür. Bir qarqaş o sıçavulla qoltuğun altında şey bişirənlərdəndir. Katlet. Hə, kotlet. Dubaidə qaldığımız 6 gün ərzində Tural və Süleyman bütün taksi şoferlərinin bioqrafiyasını öyrənmişdilər. Kim, harda, necə yaşayır, neçə ildir Dubaidadır, Dubaidə təkcə taksi şoferliyi eləyir, ailəlidir, subaydır, onlara Dubaidə yaşamaq sərf eləyir ya yox və s. kimi suallar. Birincidir qabaqdakı. Biz edirik. Qabaqdakı vurduqda Hərəsinin öz ətri var da. Ciddiyyən ki ayrı idi bu. Elə istəyirəm ki, bir fərqli bir söz deyim, bir də bana Qaydırıq. bizim gözəl istirahətimiz, səyahətimiz başlasın. Bitir. Gedirik aeroporta. Eynən. Buna bax, sən dediyin var, görürsən tüpbədüz. Nə? Necə keçdi sənin üçün? Bina? Binada. Super, çox əla. Biraz monoton həyatdan uzaqlaşdıq. Rutindən uzaq. Rutindən uzaqlaşdıq. Çox qəşəng. Bunlar bu sözlər oradan tapılır. Bizim leksikomuzda yoxdur.
Rutin monoton. Azərbaycan dilində də getməmiz. Yox ya, var ya, bir işlətmirik də. Yoxdur, bilmirik elə bir şey. Biz keçirik rejimlə də belə ədəbi rejimlə, ədəbi Ədəbi də. 37 minutes. 47. Sonra sən fikirlərimidir. Mən də çox sevindim. Yəni gözlədiyimdən daha maraqlı keçdi. Pul ciblərindən çıxıb Daha deyə. çox gözəl, daha çox maraqlı keçdi. Bu Süleymandan hələ keçsin. Yəni, adam heç Süleyman o qayıtmaq ağrını hiss istəmir. eləyim. Mən də paylaşanda o Bir həftə ağrını. də qalardı. Mən də hiss Rahat. eləyəcəm. Eynən. Hələ çox ağrı. İnşallah ardı gələr. Bilmirəm ki, nə qədərdir. İnşallah. Elə Görək. çeşmədən Növbəti dəfə getdiyim bizə kimi hara sizdə. Ağrının aparacaqlar. miqdarını bilmirəm. Bilirəm ağrı var. Özləri qulaq Haram ağrıyır onu bilmirəm. eşitmirlər də. Hə, Lokal şeydir. Orada danışırlar. hə. Amma biz növbəti turumuzu qərar verib Gülərə sizə deyəcək. Şu alanda sən stresli. Ya da biləcək. Hadi de biləcəyim. Əməncə biləcəkdən başlayaq, hələ düşmüşük. Yenə şunu olan ya biləcək. Görək hara gedirik. Ən salamat Ya da 50 ev, qəpik. patates çörək. 50 qəpik. Ya da özümüz götürürük, ha, orada da otluq var da bizdə. Dədə Qorqud parkı. Hə, Dədə Qorqud parkı. İcazə versələr orada eləyirik. Bu qədər. Olsa burada da şey, burada otururduq da, Dədə Qorqudda. Hə? Hə, buradakı Dədə də Qorqud bir parkda otururduq. Öləcək burada oturarıq öz yerimizdə. Doğma insanlarımız. Orada xaricilər zatlar gəldi onsuz da. Hə. Hə, vəssalam. Özümüzü xaricdə hiss eləyərik. Ona görə özümü xaricdə hiss eləyirəm. İşə Targovdan keçib şeylər. Elə təşəkkür edirik dinlədiyiniz üçün. İnşallah ki bir vlog çıxardarıq buradan. Təbii ki, çox gözəl bir vlog alınacaq. Çox məlumatlı. Gülərə hər bir detalı çəkirdi. Hə, Hər bir məlumatı əlavə edəcək. Ona görə bütün qiymətləri, getdiyimiz yerləri, necə daha sərfəli. Biz yandıq, siz yanmayın. Eynən. bizim səhvlərimiz üzərində öyrənin. Öyrənin. Bu qədər. Hərlərinizə məsləhət gəlməsinlər. Gətirməsinlər. Və gəlib çatdıq Dubay hava limanına. Burada da başımıza gəlməyən qalmadı, onları da sizə danışacağam. Airport in Dubai. Dubai, other airport of Jabal Ali. Jabal Ali. Only 3 here. 1, 2, 3 here. Other one have a Jabal Ali, Sheikh Maktoum Airport. Which one is bigger? Big this Dubai. Dubai. Getdik. Hardandır? Bir yandan. Kabaklar. Could you please give us a... Bir de beğen edene ne var da getir. İşaret, ben o başladı. O işarəsi var. O neydi bunlar işarəsi? Ümumiyyətlə hər hansısa bir ölkədə elektronik əşya aldıqda onun vergisinin müəyyən faizini qaytarırlar. Həm biz, həm də Süleymangil bir telefon almışdı. Ona görə tax-free olunan yeri axtarırdıq. Əgər siz də alsanız, gəlib burada tax-free-ni almağı unutmayın. Hava limanında işləyənlərdən də bu barədə kömək istəyə bilərsiniz. Sizə suallarda yardım edə bilərlər. Biz səhər hava limanına tez gəldik. Sizə də tövsiyəm hər zaman hava limanına tez getməyinizdir. Çünki yolda tıxac ola bilər, qəza ola bilər, hər cür force major hal baş verə bilər. Bu tərəf bizneslə uçanlar üçün idi. Sonra isə ekonom açıldı. Bu arada onu da qeyd edim ki, səhv etmirəmsə, əl çantasında cəmi bir ədəd Dubai şokoladu gətirə bilərsiniz. Çox gətirsəz əlinizdən ala bilərlər. Sadəcə yük bagajına verə bilərsiniz. Okay. Hə, götürə bilirlər, əl yükləndirir. Özümüz götürək də, hə? Yo, yo, götür. Okay, bir gənə carry ourselves. Telefon zaten akır. No. Last one. Yes, that's one. Müəllim texnologiya var. Baku. Baku. Change is body. What? The barcode is not reading. Mədinə ilə bizi çekindən buraxdılar. Turanla Süleyman qaldı o tərəfdə. Onların biletlərinə səsləndə olmadı. Ona görə biz ikimiz burada gözlədik.
Görək nə olacaq, əziyyət necədir? Niyə buraxmırlar onları? Çox maraqlıdır. Görək nə olur. Bu hissədən keçə bilmədilər. Dəri düzəltsinlər, yəni gələcəklər. İkinci dəfə də işləmədi, amma bu dəfə geri qaytarmadılar. Yenə uzun bir sıranı gözlədik. Smart Gates-dən keçəcəkdik. Bura pasportu yerləşdirirsiniz və pasportdakı şəkillə özünüzü uyğunlaşdırırlar. Tural pasportu yerləşdirəndə problem yarandı. Oradan keçə bilə bilmədik. Ona görə gəlirik. Özləri yoxlasınlar. Nəhayət keçə bildik, Mədinə və Süleymanın yanına gedirik. Biz hansı gate-ə getməliyik ki? Bilmirəm. Yazılmayıb biletdə. Gəlib çatdıq dostlarımızın yanına. Gedəcəyik qatarla. Yalandan məsələ. Sən. Thank you. Bunlar iki otdu baba. O yenə qırırlar bir-birlərini. Neyi göstərəcək? Hə? 54. Buna bax keyfim gəldi. Qapdan. Atırırsan, yeyirsən. Hə? Böyle hansı bir hesab sıkar olar? Aeroportda McDonald's-dan yemək aldıq, sonra isə peşman olduq. Çünki təyyarədə bizə yemək verəcəkdilər. Təyyarə gözləyərkən maraqlı bir situasiya ilə qarşılaşdıq. Bir oğlan sərnişinlərin hamısına yaxınlaşıb, sizə telefon versəm bunu mənim üçün keçirərsinizmi deyirdi. Telefonu keçirtmə qarşılığında 100 manat təklif edirdi. Sərnişinlərdən heç kim qəbul etmədi və oğlan sonunda bir ailə tapdı, onlar da 3 ədəd telefon keçirdilər. Gəlmişik buradayıq, gözləyirik, təyyarəyə minəcəyik. Hələ ki insanlar artıq çoxdur, ona görə ayağa qalxmalıq oturmuşuq. Onlar biraz geçsinlər, azalsınlar, sonra biz də gedək. Aslında hələ ki 20 dəqiqəmiz var. 20 dəqiqədən sonra uçuruq. Sağ salamat çataq, Salamat inşallah. bir balalarımızı görək. Qayıdaq Bətənimizə, uşaqlarımızın yanına. Dəlifmişik. Gəzmək də qəşəngdir, arada analara lazımdır, belə istirahət. Stres atmaq. Belə. Sen müddətdən bu sufayla bir 10 tane fərqli kadrolarda görürsən. Mümkün değil. Hara gedirsən? Plaja. Doğma və iqtisadi maddi üçün. Sözəm Airlines. Ancaq azalla uçun. Bəli. Biz
pahalı aviakampanyalar. Değerlendirme 8 gece çıxışı var, gece çıxlar değerlendirme. Təyyarə məsəfə deyirsən və qalxışlar olub. Kartoşkayla resmen düğünler koyuyor. Pendir. Nəhayət gəlib çatdıq Bakıya. Burada da bagajları düşürdülər. Biz artık eve kaydırırıq. Çok üzgünüm. Fransa sevinci yüzünden bellidir. Sen özü içersin ki ben istesem var arkadaş yerler bak. Gəldik ki, Mədinəgilin bagajını götürək. Vuralla Süleyman telefonları götürürlər ki, getsinlər, gömrükdən keçsinlər. Biz də Mədinə ilə onları bayırda gözləyirik. Sen akanlar açılır sen. Nəhayət gəlib çatdıq Bakıya. Dumanlı bura, hava soyuqdur. Biz də nazik giyinmişik. İndi gedirik evimizə. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Əzizlərim, sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olub rəy yazmağı unutmayın. Özünüzdən müğayət olun. Hələlik.